Salam uşaqlar, bugünkü izahımız Namazov qiymətləndirmə 5-ci sinif 1-ci hissə kitabından ədədi ifadələr mövzusuna aid A və B variantının izahını sizlərlə paylaşacağım. Birinci sualımızdan başlayaq. Uşaqlar, biz bilirik ki, ədədi ifadələrdə əgər mötərizə varsa, biz ilk öncə mötərizənin için həll eləməliyik. Ondan sonra isə mötərizə xaricindəki ifadələri, yəni qanuna uyğun şəkildə getməliyik. İlk öncə mötərizənin içinə baxsaq, görürük ki, ilk öncə burada bölmə əməli var və sonra isə toplama əməli var. Yəni, ilk öncə biz bölmə əməlini yerinə yetirsək, yəni 8892-ni 39-a bölsək, alırıq 228 və üzərinə 12 gəlib, alınan cəmi 10-a bölməliyik. Yəni, 228-dən 12-ni toplasaq, alırıq 240. 240-ı 10-a böləndə alırıq 24. Düzgün variant C variantı. İkinci sual. Hər bir özündən əvvəlki ədəddən 12 vahid böyük olan 3 ədədin cəmi. Yəni, əvvəlki ədəd sonrakindən 12 vahid kiçik deməkdir. Yəni, birinci ədəd, ikinci ədəd və üçüncü ədəd. Baxsaq, birincimiz x olsa, digəri x üstəgəl 12 olacaq. Növbəti isə bundan 12 vahid böyük. Yəni, x üstəgəl 12 üzərinə 12 gəlsin, alıram x üstəgəlinsin 24. Bax, bu üçünün cəmi uşaqlar nə deyir? Yəni, x üstəgəlsin 12, üstəgəlsin x üstəgəlsin 24 bərabərdir 99-a. x 3x üstəgəlsin 12 və 24 36 bərabər 99-a. Buradan alırıq ki, 3x bərabərdir 99 çıxılsın 36. 3x bərabərdir 63-ə, x də bərabərdir 21-ə. Gətirib x-ların yerinə 21-i qoysaq, x bərabərdir 21. Buradan 21 üstə gəlsin 12 bərabərdir 33-ə. Digərindən 21 üstə gəlsin 24 bərabərdir 45-ə. Yəni, ədədlər budur 21, 33 və 45. Bizdən də böyük ədədlə kiçik ədədin cəmini istəyir. Yəni, 45 ilə 21-in cəmi bərabərdir 66. Düzgün cavab B variantı. Üçüncü sual. Deyir ki, A çıxılsın B 312 olarsa, 5A çıxılsın 5B çıxılsın 1166 ifadəsinin qiymətini tapın. Uşaqlar, biz 5A çıxılsın 5B nə deməkdir? Ortaq vurğumuz bizim burada 5-dir. 5-i çıxacaq qalır A çıxılsın B. O da çıxılsın 1166. A çıxılsın B-ni bizə verib 312. Yəni 5 vurulsun 312 çıxılsın 1166. 312-ni 5-ə vursaq, alırıq 1560 və ondan çıxmalıyıq 1166-nı. Cavab alınır 394. Düzgün cavab B variantı. Dördüncü sual. Uşaqlar, 12-nin kvadratı. Yəni, nə deməkdir 12-nin kvadratı? 12 vurulsun 12 deməkdir. Bölünsün 16, vurulsun 8, üstə gəlsin 10 üstü 4. Yəni, onu 4 dəfə öz-özünə vurmaq. Bölünsün 25. Gəlin, 12 vurulsun 12, 144. 144-ü 16-ya bölsək 9 alırıq. 9-u 8-ə bölsəm alıram 72. 10 vur, 10 vur, 10 vur, 10 yer 10.000. 10.000-i 25-ə bölsəm, alırıq 400. 400-dən 72-nin cəmi 472. Düzgün cavab A variantı. 5-cidə, bax, verilən ifadə budur və bizdən 9x üstəgəl 72-nin cavabını istəyir. Biz ilk öncə bu tənlikdən x-i tapmalıyıq. X-i tapmaq üçün 168-i 21-ə bölməliyik. X bərabərdir 8 alırıq. Aldığımız 8 gətirib misalı yerinə qoyuruq. Yəni 9 vurulsun 8, üstə gəlsin 77.
72, 908, 72, 3 77. Alırıq 149. Düzgün cavab A variantı. Bir 16'ya bölünən və 60-dan kiçik ədədlərin cəmini 12'ye böldükdə alınan ədədin 10 misli. Bax, etab oxuyaq. 16'ya bölünən 60'dan kiçik ədədlər. Yəni 16 hansı ədədlərin bölənidir? Əlbəttə ki 16'nın, 32'nin, bir də 48'in. 60'dan kiçik bunlar. Bunların cəmi uşaqlar hesablayaq. 32 ilə 48'in cəmi 80. 80'ni 16 gələndə alıram 96. Yəni bu cəm 96'ya bərabərdir. Deyir cəmini 12'ye bölürəm. Yəni 96'nı deyir 12'ye böləndə 8 alırıq. Alınan ədədin, yəni 8'in 10 misli. Yəni 8 vurulsun 10. Bərabərdir 80'ə. Yəni uşaqlar yadda saxlayın ki, yəni uzun tipli şərt daxilində bu şərtləri siz hissə-hissə oxuyub yazmalısınız. Yoxsa bunu birbaşa oxuyum, yazım elə bir şey yoxdur. O eləmək olar. Əlbəttə ki, artıq çox işləmək nəticəsində artıq o avtomatik hesablama hamıda yarana bilər. İndi gəlin 7-ciyə baxaq. A çıxılsın 283 böyükdür. 3660'a bölsək uşaqlar alırıq 60. Üzərinə 72 gələndə alırıq 132. Bax buradan A-nı tapmaq üçün, yəni A böyükdür 132 ilə 283'ün cəminə. A böyükdür 415'dən. Yəni 415'dən böyük ən kiçik ədəd uşaqlar 416. Yəni düzgün cavab C variantı. Uşaqlar 8'ə bizə qalıqlı bölmə verib. Və kənarda isə B-ni tapmaq üçün bizə tənlik verib. Yəni biz buradan B-ni tapmaq üçün 159'dan 143 çıxmalıyıq. Alırıq cavab, yəni B bərabərdir 16'ya. B-miz 16'dır. Yəni qoyaq yerinə uşaqlar. A bölünsün. B çıx 4, yəni 16 çıx 4 edir 12. Natamam qismət 8. Qalığımız isə 6'dır. Yəni uşaqlar biz qalıqlı bölmədə bölünəni tapmaq üçün, yəni A bölünəndir. Bölünəni tapmaq üçün natamam qisməti, yəni 8'i vurmalıyıq bölənə, yəni 12'yə. Üzərinə isə qalığımızı əlavə etməliyik, yəni 6'ını əlavə etməliyik. Yəni 8 dəfə 12 edir 96. Üstə gəlsin 6 bərabərdir 102'yə. Düzgün cavab B variantı. 9-cu sual. Aysunun 10 manat pulu var. O birinin qiyməti 40 qəpiyə olan 3 dənə dondurma aldı. Uşaqlar nə deyir? Deyir 3 dənə dondurma alıb və onu da 40 qəpiyə alıb. Yəni onda bu dondurma qiyməti neçə olur? Yəni 3 vurulsun, yəni 3 dənə 40 qəpik. Yəni edir 1 manat 20 qəpik. Sonra birinin qiyməti 70 qəpik olan 4 qutu piçeniyə aldı. 4 dənə piçeniyə alıb və onun biri 70 qəpik. Bu da edir 2 manat 80 qəpik. Aysunun neçə manat pulu qaldı? Biz baxaq görək ki, Aysun nə qədər pul xərclədi. 1 manat 20 qəpik dondurmaya verib, 2 manat 80 qəpik isə piçeniyə verib. Cəmi olaraq xərcləyir 4 manat pul. Və bunun 10 manat pulu var idi. O 10 manatın 4 manatını xərclədi və qaldı 6 manat pulu. Düzgün cavab D variantı. 10-cu sual isə uyğunlaşmadı. Yəni biz birinci ifadədə x-in yerinə 44 qoysaq, yəni nə olur? X-in yerinə 44 qoyulur. Yəni 8 vurulsun 44, çıxılsın 312. 44'ü 8'e vursaq, alacağıq 352. 352'dən 312'ni çıxsaq, alacağıq 40. Düzgün cavab 1'ə C variantı. 1'ə C. İkincidə isə x-in yerinə 61 qoyacağıq. Yəni 8'i vuracağıq 61'ə. Çıxacaq 312'ni hesablayaq. 8 vurulsun 61 eləyir 488 və 488'dən 312'ni çıxsaq alacağıq 176. Ona görə 2 olur E bəndi. Üçüncüdə isə
Üçüncüdə isə x-in yerinə 56 qoyacağıq. 8 vurulsun 56 çıxılsın 312. 8'i 56'ya vuranda alırıq 488 çıxılsın 312 alırıq 3'ü 136 düz istəyirəm. 3'e de oldu düzgün cavab A variantı. Deyir ki 589'u 9'a uşaqlar bölsək alırıq 31. 31'i 74'e vurub və ondan 2176'ını çıxacaq. Uşaqlar 31'i 74'e vursaq alırıq 2294 çıxılsın 2176. Yəni bu da fərqli bizə verəcək uşaqlar 118. Düzgün cavab D variantı. Deyir ki, biri 432'dir. Digəri bundan 36 dəfə kiçik olan 2 ədədin hasili 5098'dən neçə vahid böyükdür? Yəni, ədədlərimizdən birincimiz 432'dir. İkinci ədəd 432'dən 36 dəfə kiçik. Yəni, 432'ni 36'ya bölsək alırıq 12. Bu ədədlərin hasili, yəni 432 12'nin hasilindən biz çıxmalıyıq 5098'i. 432'ni 12'ye vursaq alırıq 5184. Həmin hasildən də 5098'e çıxsaq düzgün cavab 86. 86 testimizdə A variantı. Üçüncü sual. A üstə gəlsin. B cəmini bizə 225 verib. 6A üstə gəl 6B çıxısın 23-cü cavabını bizdən istəyir. Burada da uşaqlar baxın 6A üstə gəl 6B. Ortaq yoxumuz 6'dır. 6'nı çıxarsaq A üstə gəlsin B qalır. Və həmin cavabdan 23 çıxsaq, yəni A üstə gəl B nə oldu? 225. Yəni 6'nı vuracam 225'e və ondan 23 çıxacaq. 6'nı 225'e vursam alıram 1350. 1350'dən 23 çıxanda alırıq 1327. Düzgün cavab A variantı. Dördüncü misal uşaqlar 6'nın kubu. Edir, yəni 6 vur 6 vur 6 vur 6 vurulsun 16 bölünsün 12 çıxılsın 5'in kubu, yəni 5 vurulsun 5 vurulsun 5 bir də vurulsun 2'miz var. Hesablayaq uşaqlar 6 vur 6 vur 6 eləyir 216. 216'nı vuracaq 16'ya böləcəyik 12'ye alacaq cavabda 288. 288'den çıxacaq. Baxın bu hasili. Yəni 5 vurulsun 5 vurulsun 5 edir 125. 125'i 2'ye vuranda alırıq 250. 288'den 250 çıxanda alırıq 38. Düzgün cavab B variantı. 5-ci tapşırıq. Bizə x-in qiymətini verib, daha doğrusu hesablama şəkli tapmalıyıq. Və bizdən isə verilən bu ifadəni tapmağımızı istəyir. Bu ifadəni şu olaraq tapmaq üçün biz birinci x-i tapmalıyıq. Gəl x-i tapaq. İlk öncə 1456 ilə 1512'ni toplayacağıq. Alırıq ki 2968 və aldığımız cavabı 28'e böləcəyik. Alınan cavabımız olur 106. 106. Getirib yerinə qoysaq uşaqlar olur nə? 9 vurulsun 106 çıxılsın 899. 9'u 106'ya vursaq alırıq nə? 954 və 954'dən də 899 çıxanda alırıq 55. 55 uşağa düzgün cavab D variantı.
6-cı sual. 18-ə bölünən və 60-dan kiçik ədədlərin cəmini 12-yə böldükdə alınan ədədin 15-imiz. İlk öncə yəni diqqətli, yəni hissəsi oxuyuruq. 18-ə bölünən 60-dan kiçik ədədlər. Yəni 18-in biz bölünənlərini tapmalıyıq. Bu da ilk olaraq biri 2 18, sonra 36 və digəri 54 eləyir. Bunların cəmini deyir. Cəmini 12-yə böləcəyik. Şolar cəmini hesablasaq 36 ilə 54-ün cəmi 90. 90-ın üstünə 18 gələndə alırıq 108. Tamam. Şolar 108-i deyir 12-yə böl. Böldüm. Alıram 9. Alınan ədədi 15-imiz. Yəni 9 vurulsun 15. Alıram 135. Düzgün cavab B variantı. 7-ci sualımızda A üstəgəlsin 101 kiçikdir. Şu an 108.000'i 40'a bölünə alırıq 700. 700 çıxılsın 195. İlk öncə bu fərqi tapaq. Yəni A üstəgəlsin 101 kiçikdir. 700 ilə 195'in fərqi bizə verir 505. Buradan A'nı tapmaq üçün, yəni A kiçikdir 505 ilə 101'in fərqi. A kiçikdir 404'dən və bizə deyir ki, A'nın yerinə ən böyük ədəd, yəni 404'dən kiçik olsun. Məsələn 403 var, 402 var, 401 var və onların ən böyük isə 403'dür. Düzgün cavab B variantı. Yenə bizə qalıqlı bölmə verilib sol tərəfdə. Sağda isə B-ni tapmaq üçün bizə alternativ həll yolu verir. Biz buranın B-ni tapmaq üçün 213'dən 198'i çıxmalıyıq. 213'dən 198 çıxanda alırıq ki, B bərabər 15'ə. Gətirib bax burada yerinə qoysaq, A-nı bölürəm, B üstəgəl 2, yəni 17'yə. Alıram nasılın qisməti 9, qalıqda isə 7. A bölünəndir. Bölünəni tapmaq üçün natlının qisməti, yəni 9'u vurmalıyam. Bölənə, yəni 17 üzərinə qalığı gəlməliyəm. 9'u 17'yə vuranda alırıq 153. 153. 153'ün üstünə 7 gələni alıram 160. 160 hansı variantı? C variantı. Düzgün cavab C variantı. Dokuzuncu sualda ata ilə oğlunun yaşları cəmi 40'dır. Ata, oğul. Yaşları cəmi. Atanki X olsun, oğlunki Y olsun. Tamam. Yaşları cəmi 40'dır. Yəni X ilə Y-in cəmi 40'a bərabərdir. 5 il əvvəl ata oğlundan yaşca 5 dəfə böyük idi. Baxın, hal-hazırda yaşlar cəmi 40'dır. 5 il əvvəli isə ata oğlundan 5 dəfə böyük idi. Yəni 5 dəfə böyük nə deməkdir? Oğul Y olanda ata 5 Y-dir artıq. 5 il bundan qabaq uşaqlar. Onda uşaqlar yaşlar cəmi neçə idi? Baxın, 5 il bundan qabaq uşaqlar həm atan yaşından 5 yaş çıxacaq, həm də oğlun yaşından. Yəni ümumi yaşdan biz 10 yaş çıxmalıyıq. Yəni onda yaşlar cəmi nə olur? 5 il bundan qabaq 30 imiş. Yəni 5 Y ilə Y-in cəmi 30 imiş. Buradan 6 Y bərabərdir 30'a, Y bərabərdir 5'ə. Yəni 5 il bundan qabaq uşağın 5 yaşı var imiş, atanın 25 yaşı var imiş. Amma 5 il sonra, yəni indiki vaxtda isə atanın 30 yaşı var, oğlunun isə 5 yaş gələndə 10 yaşı var. Nə istəyir? İndi atanın neçə yaşı var? İndi atanın 30 yaşı var. Düzgün cavab C variantı. 10-cu sual uyğunlaşmadır. Yəni birincidə X-in yerinə gətirib 45 qoyacaq. Yəni 7200'ü böləcəyik 45'ə. Alırıq 160. 160'ın da üstünə uşaqlar 116 gələndə alırıq 276. Düzgün cavab 1'ə C variantı. İkinciyə 7200'ü 36'ya böləcəyik.
alırıq 200 böldüyümüzdə. 200-ün üzərinə 116 gələndə alırıq 316. 2-yə y bəndi. Üçüncü x-in yerinə 50 qoyacağıq. 7250-yə böləndə alırıq 144. 144 və 144-ün üzərinə 116 gəlsək alırıq 260. Düzgün cavab 3-də B variantı. Hələlik bu qədər uşaqlar. Əgər videolar sizə maraqlı, faydalı gəlirsə kanalı bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.